Deməli, əvvəlki münasibətlər 2019-a qədərki münasibətlər tamamilə fərqli münasibətlərdir. İndiki münasibətlərdə nə üçün fərqli idi? Düzdür, o vaxtda bir cəhətlər olmuşdu müxalifətlə dialoq məsələsində, amma ki, onların hamısı yarımçı qalmış. Çünki o vaxtda o işi aparan insanların bəlkə də bir ciddi istəyi yox idi. Bəlkə də bu siyasi müxalifətlə hakimiyyət arasında bu cür münasibətlərin qurulmasına maraqlı deyildilər. Amma bu günləri maraqlı insanlar var və bu maraq da ondan irəli gəlir ki, bayaq dediyim kimi, bu bizim dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən amildir. Ona görə 2019-da burada bir düşmənçilik toxumu vardı sanki, elə ki, bir-birinə qarşı radikal bir... Hətta müxalifətlə düşmənçilik. Müxalifət düşmənçiliyi, müxalifət iqtidarın düşmənçiliyi. Həm də ki, burada bir əsas məsələ nədən ibarətdir? Burada dövlətçilik prinsipini düşünən yox idi. Burada hamısı özünü düşünürdü və biz münasibətləri, bəziləri öz münasibətlərin, hakimiyyətlə münasibətlərin yaxşılaşılması ilə digər müxalifətlə münasibətləri gərginləşdirdi. Bəziləri, tamamilə bir xaotik bir vəziyyət var idi siyasi cəmiyyədə. Amma bu günlər isə çox, mən deyərdim ki, bu məsələdə çox böyük irəliləyişlər var. Konseptual olaraq, sistemli olaraq, fundamental olaraq məsələ yanaşma tamamilə dəyişilibdir. Və indiki mənzərə tamamilə fərqlidir. Çünki uzun illər müxalifətçilik eləyən, uzun illər müxalifəti, iqtidarı radikal şəkildə tənqid edən insanlar bu günləri bu siyasətin doğru siyasət olduğunu qəbul edərək, bu günləri o siyasi həmrəyliyi nümayiş etdirirlər. Bu çox böyük bir müsbət nəticədə addımdır. Ona görə də tamamilə fərq, tam yerlə göy arasında fərq var. Və bu, mən elə gəlir ki, bu bizə lazımdır. Bunu biz davam elətdirməliyik, daha da inkişaf elətdirməliyik, daha çox şahilə eləməliyik. Bunun haqqında müəyyən insanlar var, danışmaq istəyirlər. Yəni, onlar bilirsiniz ki, məsələ nədən ibarətdir? Söhbət ali təhsildən gelmir ki, söhbət ali təhsildə hamı qazana bilər. Amma ali tərbiyəni qazanmaq çox çətin məsələdir. Yəni ki, o orta tərbiyəsi olanlar, ali tərbiyə yenilə bilməyənlər belə məsələ tamamilə fərqli yanaşırlar. Yenə də o düşmənçilik mövqeyinə yanaşırlar. Biz gərək o fikirlərə, daha doğrusu ifadələrə əhəmiyyət verməyək. Biz öz dövlətimizin xətrinə, dövlətimizin naminə prosesləri davam edək.